N-in neçə tam qiymətində kök altda n plus 2 üstə gəlsin 3 bölü 9 çıx n ifadəsinin mənası var. Birinci ifadənin mənası olması üçün kəsir olan hissəyə baxsaq, məxrəcdə bilirik ki, heç vaxt məxrəc 0 ola bilməz. Ona görə də 9 çıxılsın n böyük olmalıdır 0-dan. 0-a bərabər ola bilməz. Kökün altdakı ifadə isə 0-dan böyük bərabər olmalıdır. Mənfi olsa mənası olmaz. İkinci isə birinci verilən kök altdaya baxsaq, n plus 2 isə böyük bərabərdir 0 şərti ödənməlidir. Mən birinci bərabərsizliyi həll etsək alaraq ki, n kiçik olmalıdır 9-dan. İkinci bərabərsizliyi həll etsək isə n böyük bərabər olmalıdır mənfi 2-dən. Deməli, ədəd oxu üzərində hətta belə göstərsək, deməli, mənfi 2-dən böyük bütün ədədlər 9-dan kiçik, 9-u almır, 9-dan kiçik bütün ədədlər. Kəşfin hissəmiz mənfi 2-dən 9-a qədərdir. Və bizdən n-in neçə tam qiymətindədir bu ifadənin mənası var. Əlbəttə ki, 9-dan mənfi 2-ni çıxaq. Alarıq 9 üstə gəlsin 2 bərabərdir 11. 11 dənə tam qiymətində mənası var.